Bakın sinus və kosinus arqumentlərdə fərqlidir. Görürsünüz müəllimlər. Bu tip misallarda seçmə üsulunu həll edəcəyik. Bilirik ki, arqumentlər fərqlidir. Sinus 7x arqumentlər fərqli olduğuna görə bunlar müstəqil baxırıq. Sinus 7x bu -1 ilə 1 arasında düzdür. Kosinus 2x də arqumentlər fərqli olduğuna görə yenə ayrı-ayrı baxırıq. -1 ilə 1 arasındadır. Bunların cəmi nə vaxt mənfi ola bilər? İkisi Hər də ikisi mənfi mənfi bir bir Hər olanda. ikisi olanda. mənfi olanda. Gəlin baxaq. Deməli, nə olmalıdır? Belə çıxır ki, həm, görürsünüz müəllim, həm sinus 7x mənfi olmalıdır. Həm də Kosinus 2x mənfi 1 olmalı. kosinus 2x mənfi olmalıdır. Bu o deməkdir ki, bax bu təmin sistemi nəyin götürəcəyik? Kesişməsin. Yəni mənə elə x tapmalıyım ki, həm bunu ödəsin, həm də bunu ödəsin. İndi bunların kesişməsini tapmaq o qədər asan deyil. Diqqətli olun müəllimlər. Ən çətin kesişməni tapmaqdır. İndi gəlin birincini həll edirəm. Sinus 7x bərabər -1 yazıram. 7x bərabər -pi bölü 2 plus 2πk düzdür. X bərabər -pi bölü 14 plus 2πk bölü 7. Bu cibdə. Keçək ikinciyə. Kosinus 2x bərabər -1. 2x bərabər pi üstə gələk 2pi n. Orada k yazmışım değil mi? Daha burada n yazdım. N bərabər pi bölü 2 plus pi n. Düzdür müəllimlər? Buraya qədər başa düşdük. Bəli. İndi məndə x həmin x-dir, eyni x-dir. Başqa x deyil ha. Ona görə də bu x nə olmalıdır? Bərabərləşdiririk. Biri-birinə Sol bərabər tərəfi. olmalıdır. Aha. Bəli, hər ikisini bərabərləşdirirəm. Pi böl 2 plus pi n bərabər -pi böl 14 plus 2pi k böl 7. Hər tərəfi pi'yə bölüm, əl ayağıma dolaşmasın. Belə yazdım, düzdür müəllimlər. İndi bunun hər tərəfini gəlin 14-ə də vurum. Ortaq məhrəcə gətirək. 14-ə də vurum. 7 üstə gələk 14 n. -1 üstə gələk 4k. Düz yazdım müəllimlər. 14K. 4k. Müəllimə, hər ikisini k götürə bilməzdi. Yox. Götürə bilmərəm. İndi mən burada n-lə k arasında bir əlaqə tapmalıyam müəllimlər. Gəlin burada k'nın əmsalı 4 olduğuna görə gəlin bunu k'nı ifadə edeyim. Yazıram 4k bərabər bir başqa qoyalım. 4k bərabər 8 üstə gələk 14 n. Düz yazıram müəllimlər. Bəli. İndi gəlin k bərabər 4-ə bölsəm alacam nə? Üstə gəl 2 Alacam tamamda. 2 üstə gələk 7 n bölünsün 2. Düz yazdım. 3,5 olacaqdı. Hə. Yox, düz yazmadım. 3,5 Yox, düz yazdım. Darıxımı bir də düz yazdım. Qoy bir dənə bir yazım. K bərabər 2 üstə gələk 7 n böl 2. Aha, Belə yəni yazmalıyam. 3,5 eləyir də. Ay sağ ol. İndi baxın müəllimlər. Axı K tam ədəddir. K daxil zet yazırıq. Həmişə düzdür. Düzdür, biz öyrəşməmişik. Bax fikrin hamısı zet görürsünüz tam ədəddir. İndi bu K Onda tam el olması 1 ola üçün bilməz də deməli. n nətər olmalıdır? Cüt ədəd olmalıdır. Ən azı 2 olmalıdır. Hə. Cüt yəni də 2, 4, 6, 8. Yəni n bir cüt ədəd olmalıdır. 2m olmalıdır. Yəni apardıq n-in yerinə 2m yazırıq. Harda? N olan yerdə bax burada. X bərabər pi böl 2 üstə gələk 2 pi m. Mənim həllim oldu bu. Tapdım. Hansıdır? X bərabər pi böl 2 üstə gəl 2 pi m. A variantı müəllimlər. Görürsünüz, şərt onun kayas fərqi yoxdur onun. Cavabımız görürsünüz müəllimlər aldıq. Bunların həll yolu budur müəllimlər. Deməli ayrı-ayrı həll edirik.